Çox dadlı. Hazırlanması da bir o qədər asan olan bilinç ruleti. İnanın ki, həm görünüşünü, həm də dadını çox bəyənəcəksiniz. Hazırlanma qaydası: 2 ədəd yumurta, 1 dolu yemək qaşığı şəkər tozu, 200 ml süd, 1 dolu xörək qaşığı un və 1 dolu xörək qaşığı kakao. Tam olana qədər qarışdırırıq və bilinciklərimizi bişiririk və soyumasını gözləririk. Kremi üçün 3 xörək qaşığı qaymaq, az miqdarda süd və 1 xörək qaşığı kakao əlavə edib mikser ilə tam krem halına gətiririk. Daha sonra bilincikləri videodakı ardıcıllıqla düzərək üzərini kremləyirik. Kənarlarını qatlayıb rulet halında vururuq. Hazırdır. İndi isə üzəri üçün hazır şokoladı su buxarında əridib içərisinə az miqdarda bitki yağı və xırda doğranmış fındıqları və ya hər hansı bir ləpəni əlavə edirik. Sonda ruletimizin üzərinə axıdaraq soyuducuda 3 saat gözlədirik. Və hazırdır. Çox gözəl görünüşü və ləziz dadı var. Hazırlayan hər kəsə nuş olsun.